Xanımın dediklərinə diqqətlə qulaq asın zəhmət olmasa. Məhərrəmlik gəlir, başınızı gözünüzü yarmağa hazırlaşırsınız. Polad Əşimovun ili yaxınlaşır, gedin yarın da qəbrinin üstündə başınızı gözünüzü niyə yarmırsınız ki? O gibi bayaqları bir şey çıxdı qabağıma, sözümü kəsməyin. Bayaq biri çıxdı qabağıma, Kərbəlada Azərbaycanlı bir düşük, zənciri bağlayıb ayağına, qoluna, güyamış bu imamın yolun gedir də. O zənciri bağla qoluna, ayağına, Bakıdan ta piyada Şəbhə Həşimovun ya da dünən Mübariz İbrahimovun ölən günü idi. 2 aydan sonra cəsədini verdilər, əlini ayağını da bağlamışdılar. Ayağına vurardın, başına vurardın zənciri, gəzə-gəzə gedərdin piyada bu şeyin üzü qəbrinin üstünə, Mübarizin qəbrinin üstünə başını vurardın, başdaşına yarardın da başına, ay düşürlər. Bak mən bunu de. Niye mən ya Hüseyin qışqırmalıyam, Polad Əşimov qışqırmamalıyam? Mən niye ya Mübariz deyib qışqırmamalıyam, ya Həsən qışqırmalıyam? Mən niye ya Cəfər-i Sadiq, İmam-ı Kazım diye qışqırmalıyam? Mənim 4000'dən çox şəhidim var. Niye onların adını qışqırmamalıyam ki? Onların mənim şəhidimdən üstünlüyü nədir? Xurafət üstündə qırıblar bülbüllərin, məzlumlar Allah rəhmət eləsin. 1400 il bundan qabaq ölüblər, gözüm aydın ölüblər. Özləri üçün ölüblər də, mən üçün ölüblər. Azərbaycan üçün ölənlər üçün niyə başınızı gözünüzü yarmırsınız? Niyə yarmırsınız Azərbaycan üçün ölənlərin? 1400 ildir, hər il 2 ay yaz saxlayır sizə. Uşaqlar öldü, 1 il yaz saxlamadı, toy eləyənlər oldu məmləkətdə, ölkədə. Niyə ya Hüseyin əvəzinə ya Polad Əşimov bağırmırsınız? Ay düşün yığına. Oturmuşsunuz burada, dinləmə getdik, kitab belə gəldi. Dinin kitabın var, otur evdə hikayət yoxdur, gələk bizə yetişdirəsən onu. Yemirik atam qardaşım, yemirik. İstəmirik. Ya Allah'a inanmaq istəyirsən inan da, heç mən də Allahsız deyiləm. Amma ərəbin qazdığı qanuna mən baş əyməli deyiləm. Vay İmam Hüseyin, ya Həzrət Abbas, niyə Həzrət Abbasın qələm olan qolları? Bəs mənim şəhidimin qələm olan qolları nə olsun? Qolsuz, qıçsız gələnlər nə olsun? Onlardan üstündür. Onlardan üstündür deyil. Üstün deyil heç biri. 1400 il bundan qabaq özü üçün vuruşub, özü üçün ölür. Mənə nə? Durmuşsunuz burada, 4000 şəhidim var, heç birinin adını çəkmirsiniz. Əhl-i Beyt aşıqı, İmam Hüseyin belə getdi. Niyə demirsiniz Polad Əşimov? İmam Hüseyin deyib döyüşə atılırlar. Ateistlər də döyüşə gedib. Demək onlar adam deyil. Rus da döyüşə gedib, adam deyil. Yahudi də gedib. Hər millətdə gedib döyüşə. Niye onlar adam değil ki? Senin Hüseyin'inden, Həsənindən, senin Kavalyov'un, ya Yuri Somtsev'in neye eksiydi ki? Neye eksiydi? Agaronov'dan senin Hüseyin'in neye eksiydi ki? Senin uğrunda Agaronov ölüb, senin uğrunda Hüseyin ölmüyor. Ərəb olub Hüseyin, xilafəti vermək istəməyib, tutuşub davaya qırıblar birbirlərini. Neyniyəcindi? 1400 il keçib, cəmaatın uşaqları, Yaponun, Kitayın, Avropanın 7'də 8'də oxuyan uşağı göyə raket bırakır. Sen ancaq uşaqla aparıb soxursan məscidə ki, yan sen deyib 5 başını yarsın. Ayıbdır. Utanmırsınız. Ateistler. Mən bir dənə ateist pedofil görmədim. Mən bir dənə ateist görmədim desin ki, ay bu yaşar, bu körpədə olan 5 başını yarsın. Ayıbdır. Utanmırsınız, ateistler. Mən bir dənə ateist pedofil görmədim. Mən bir dənə ateist görmədim desin ki, ay bu yaşar, bu körpədə olan, beşikdə olan uşağa nə sürtülərdim. Eşitmədim mən. Amma heç mən də ateist deyiləm. Mən də Allahsız deyiləm. Eşitmədim. Kimsə eşitdisə desin ki, eşitmişəm. Pis adamın yaxşısı da var, pisi de var, bu öz yerində. Allahsız adam da var, pis adam da var, qatil de var, cani de var. Ama durub dinə əlimizdə bayrağı... Şəhiddən fərq qoyursan, səni cahilsin. Kimə nə təsdiq eləmək istəyirsiniz? Şəhiddən şəhidə fərq qoyursan. Yox, anlamadım. Məhərrəmlik girir, gözüm aydın girir. Kimə nəyi təsdiq eləmək istəyirsiniz? Nətər yəni gözüm aydın? İslam uğrunda vuruşub. Gözüm aydın. Ayın 15'i Polad Əşimovun ölən İslam uğrunda vuruşub, o nə deməkdir ki? İslamdan mənə nə? Mən Suriya. Nətər yəni, sən şeysən, xristiyansan. Xilafət uğrunda vuruşub. Nə xilafət? İslam da deyil, Ərəb də deyil. Sən mənim ölkəmdə nə cihad eləmək istəyirsən? Anlamadım. Kim nə cihad edir? Sənə deyir, hörmət elə, yası tutur Ayın əyində. 15'i Polad Əşimovun ölən günüdür. Başını vur yar da.
Niyə vurub yarmırsan? Sənə din elə çatdırmır. Sənin qəbul elədiyin din elədir. Sən elə niyə Mən baxmırsan? heç bir dini qəbul eləmirəm. Mən Allaha Sonra inanıram. onda sən kimisə yaşa saxladığına da təkbir eləyə bilməzsən. 12 imamı mən üstün tutmuram. Mənim şəhidim 12 imamdan üstün. Kim üstün tutur ki zaten? Sizlər, siz müsəlmanlar, şiyələr, sünni bir Nə tərəfə şiə, nə qalsın. sünnisi, Şiə bir müsəlman. tərəfə, Nurçu bir tərəfə, Hərafisi bir tərəfə, Hələfisi bir tərəfə. Bir qərara gəlin də, 12 imam deyib başınızı yarırsınız. 4000 şəhid deyib başınızı yarın.